Salamda çalışırdı ki, onlarla mübarizə aparsın və həmin o şəxslərdən biri də mümkündür, bəlkə də tarixdə qulatdıq nisbəti verilib. Kimlərdəndir? Muhammed ibn, yəni həmin o silsilənin başında duranlardan bir mümkündür, bəlkə İmam Cavad əleyhissalam görməmişsə də Muhammed ibn Sinan ki, nisbət veriblər ki, qulatlardandır, amma bəzi alimlər deyirlər, yox, qulat deyildi. Sadəcə olaraq bəzi şeylər ki, imamların fəzilətini danışırdı, həmən dövrdə insanların təhəmmülü yoxdur. Xülasəni qulatlarla mübarizəsi, mücəssimə ilə, müşəbbihə ilə imamın mübarizəsi və ilaxır və s. Xülasə, bütün bunlarla yanaşı bildiyimiz kimi İmam Cavad əleyhissalam özü hakimiyyətdə təmsil olunan bir nömrəli insanın ən yaxınlarındandır. Məmun xəlifə idi. İndi hər nə qəsdi vardı, nə inirdi, nətərdi, bunda deyim ki, hər hansı bir şəxsin barəsində çalışaq ki, nəsə bir araşdırma aparanda obyektiv araşdırma aparaq. Yəni məmunu